Sağ əldə pul xəttin uzanır. Bu yaxşı bir cəhətdir. Amma insanlardan biraz uzaqlaşman da artır. Onu etməməlisən. Hə, Vahid, mən hərdən düşünürəm ki, o inciyirəm axı. İnciyib küsəndə. Yox, o incigliyi kənara atmaq lazım. Bir də o enerji var. Nəyə görəsə şey var, naslediyyəsi var. Mən bilmirəm, o hardan düşüb əldə. Deməli, mümkündürmü kimsə neysə bir evi adına keçirə, neysə bir... Məndə. Varmı belə bir şey? Ona uyğun bir şey varmı? Yox. Amma o əldə olduğuna görə sağ əldə özü də. Bu gələcəkdə nəsə bir xeyir bir şey verəcək. Çox xeyirli bir znakdır bu. Ya ola bilsin ki, ev alasınız, ev adına düşər. Sanki yoldaşın təşkil edir bunu, düz qoşlayır, alır, amma sənin adına alır. Bu da ola bilər. Bu yaxud da mükafat da ola bilər.